İmişlidən PlayStation'lər göndərib müştərimiz 3 ədəd PlayStation'dir. Deməli, ikisi super slim modeldir. Bu 1, bu da 2. Hər üçünü də test eləyirəm indi. Ümumiyyətlə oyun yazılması üçün gəlib. Soruşdum ki, müştərimizdən təmizlənmə olub ya yox. Dedi təmizlənmə olub, yəni sadəcə olaraq oyunlar yazılacaq. Oyunlar da yazılanda biz də bilirsiniz də, ümumi test eləyirik. Qızma dərəcələrini falan. Yəni oyunu yazmamışdan əvvəl ən azından qızma dərəcələrinə baxırıq biz. Baxmayaraq ki, heç təmizlənmək üçün gəlməyib, amma yenə də test eləyib müştərimizə məlumat verirəm mən. Bunların birinci növbədə hard diskləri yoxlanıldı. Bu biri slim modeldir. Budur, nəhlət şeytan, budur. Biri slim modeldir, 160 GB-lıq, 98%-dir sağlamlığı. Yəni 2% düşüb aşağı. Söhbət hard diskin faizindən gedir ha. Bu da təbii ki, rayon yerlərində normal bir şeydir. Rayon yerlərində tez-tez işıqlar sönür və yaxud da uşaqlar bilmədən tokdan birbaşa çıxardılar. Ona görə də yaddaş kartının faizi düşür aşağı. Bu yaddaş kartının faizi aşağı düşməyə nəyə ziyan vurur? Mən sizə qeyd edeyim. Əsasən oyunlarda gecikmə ola bilər, oyunlarda donma ola bilər. Yəni yaddaş kartının faizi aşağıdırsa, misal üçün bunda 98%-dir. Sonra bax bunda yoxladım. Bu da super slim modeldir. Bu da həmin müştərimizin göndərdiyi PlayStation'dir. Bunda isə 90%-dir. Bunda daha aşağıdır. Söz yox, donması falan yoxdur. Qaydasında işləyir. Ona görə də elə test eləyirəm ki, faizləri aşağı olduğu üçün test eləyirəm. Amma yaxşı göstərici deyil də. Yəni bu faiz daha da aşağı düşüb, özün safe mod, güvənli mod rejiminə ata bilər PlayStation. Və PlayStation belə deyim də, loru dildə izah edeyim sizə. Hard diskdəki problemi görərək özün safe mod, güvənli mod rejiminə atır və ekran açılmır. Bu da 3-cü PlayStation'dir. Bunu da Rəsul burada oynayır hal-hazırda GTA ilə. Qızma dərəcələrini də deyim ha sizə. Yetəri qədər bunlarda qızma var. Baxmayaraq ki, təmizlənmə olub. Bunun da 500 GB-lıqdır, 100%-dir. Amma qızması, təmizlənmə olmağına baxmayaraq, video çipin burada göstəricisi 76-ya kimi qalxıb. Kupu prosesor yox, amma RSX video kartın göstəricisi yetəri qədər burada qızıb. Super slim modellər baxmayaraq ki, 67, 69, 70, maksimum 70-ə qədər. Lap olsun 71 belə. Yəni bu normal göstəricidir. Bir dənə bunda faizi 100% çıxdı. 500 GB-lıq 100%. Bunlarda isə bunların da qızma dərəcələrini göstərdim sizə. Bu da super slim modeldir. Burada da anormal göstəricidir. Bu isə slim modeldir. Kupu burada qalxıb 72 prosesor. Bunda tam əksinədir. Burada video çip qızır. Burada isə prosesor qızır. Fan da fırlanır 35%-da. Belə.